Dırnağa vurulan lak dəstəmaz və qüslə manedirmi? Bəli, müəllim, eləyik. Aha, yəni lak dəstəmaz və qüsül üçün manedir. Gələk onu təmizləyib sonra dəstəmaz və ya qüsül alasan. Həzrət Rəsulullah sallallahu aleyhi və aleyhi və səlləm hansı yerdə peyğəmbərliyə çatıb? Hira mağarasında. Əhsən, Hira mağarasında. Neçə yaşında deyə bilərsiniz? 40 yaşında. Sağ ol, sən getdin qabağa. Hesab 1-1-dir. Kim daha elmli və cəld olsa o qazanacaq. İslam peyğəmbərinin İslama gizli dəvətləri neçə il olub? 2 il. 2 il, bəziləri 3 il deyirlər. Doğru götürürük. 2-3 il arasında olub. Hüseyn, təbrik edirik. Birinci raundumuz qalib gəldi. Boss gəldi. İmam Əli əleyhissalam hansı ayda və harada dünyaya gəlib? Rəcəb ayının 13-ü Məkkədə Kəbə evində. Sağ ol, Məkkədə Kəbə evində dünyaya gəlib. Nuh sözünün mənası nədir? A few moments later. Fikriniz yoxdur? Nuh sözünün mənası Noha sözündəndir. Həzrəti Nuh əleyhissalam çox ağlayıb, çox dua elədiyinə görə adı olub Nuh. Yəni Noha, çox ağlayıb. Həftənin hansı günlərinin adı Quranda qeyd olunub? Cümə və şənbə. Nəyə gülsən? Nə şənbə bazar deyə. Hansı peyğəmbərin nə atası, nə də anası olub? Buyur Əli. Adəm peyğəmbər. Adəm peyğəmbər məntiqlə Əli qazandı. Gedə bilərsən, Təbrik sağ ol. edirsən. Hüseyndəki peşmançılığı canlı görmək lazımdır da.